Rusiyada vətəndaşlıq alma qaydalarında da mühüm dəyişikliklər edilibdir. Artıq Rusiya vətəndaşlığı almaq üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məhkumluqlarının olmaması barədə arayış təqdim etməlidirlər. Əgər şəxsin məhkumluğu varsa, təqdim olunan sənəddə törətdiyi cinayətlər və həmin cinayətlərə görə çıxarılmış məhkəmə qərarları barədə məlumat göstərilməlidir. Yeni qaydalara əsasən bu arayış xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilməli və vətəndaşlıq üçün müraciət tarixindən ən çoxu 3 ay əvvəl tərtib olunmalıdır. Tələblər ikili və ya çoxsaylı vətəndaşlığı olan şəxslərə də şamil edilir. Belə müraciətçilər malik olduqları bütün vətəndaşlıqları təsdiq edən sənədləri təqdim etməlidirlər. Rusiyada müvəqqəti sığınacaq almış əcnəbilər isə bu tələbdən azaddır. Bununla yanaşı Ukrayna vətəndaşları, eləcə də Ukraynada daimi yaşamış və sonradan Rusiyaya köçmüş vətəndaşlığı olmayan şəxslər üçün güzəşt də tətbiq olunur. Onlar 1 yanvar 28-ci il tarixinədək məhkumluq barədə arayış təqdim etmək öhdəliyindən azad ediliblər. Həmçinin Rusiya vətəndaşlığının əldə edilməsi, doğumla qazanılmış vətəndaşlığın rəsmiləşdirilməsi və Rusiya vətəndaşı kimi tanınma ilə bağlı müraciət formaları da yenilənib. Vətəndaşlıq prosedurlarına dair bir sıra digər dəyişikliklər də qüvvəyə minibdir və qeyd edim ki, müvafiq fərman dərc edildiyi gündən rəsmi olaraq qüvvəyə minir.